Salam, Binəqədi qəsəbəsində təmiri zəif 3 otağı təqdim edirik. Həyət navestidir. Ev budur. Bura gəlirik. Bu evin hamam tualetidir. Belə. Bura ayaq yolsudur. Evi belə də göstərik. Ev kürsünü evdə özü üçün tikilmə evdir. Bu həyətidir. Həyətdə navestidir. Daxil oluruq, biraz zalıdır. Biraz zalıdır, amma təmirsizdir. Bura mətbəxi olacaq, belə. Arxada da 2 dənə yataq otağıdır. Bu girdiyimiz uşaq otağıdır, detsk otağıdır. Evin bu tərəfləri, yəni bu 2 otaq damı monolit betondur. Burada böyük yataq otağıdır. Belə. İşıqını tapa bilmədim. Böyük bir. Bu otağı bayaq çəkənmədim, işıq yox idi. Təkrar işıqlandırdıq, çəkdik. Buradan da qapı qoysaz zala, yəni 2 yataq otağıdır. İndi hal-hazırda bu detsk otağı kuxna kimi, oturma zalı kimi istifadə edirlər. 2 yataq otağı, bir zal, belə. Burada da kuxna edib 3 otaqlı eləmək olur.